Salam fizika həvəskarları, güvən test toplusundan belə bir məsələnin həlli ilə tanış olaq. Test 1. İki cismin hərəkət tənliyi x1 bərabərdir 20 plus 5-dir və x2 bərabərdir x0 plus 2t şəklindədir. Cisimlərin ikinci saniyənin sonunda görüşdüyünü bilərək başlanğıc anda onlar arasındakı məsafəni müəyyən edin. Cisimlərin başlanğıc anda aralarındakı məsafəni təyin etmək üçün təbii ki, hər bir cismin başlanğıc koordinatını bilmək vacibdir. Hərəkət tənliyinə uyğun olaraq məsələnin şərti üçün yazsaq, x bərabərdir x0 plus vt. Verilən tənlikdə birinci cismin x0 20 vt şəklində yazsaq, təyin etmiş oluruq başlanğıc koordinatını. İkinci cismin isə başlanğıc koordinatı x0 naməlumdur. Verilən məsələni şərt olaraq gözümüzün qarşısında canlandırsaq, bizdən soruşulan aralıq belədir. Birinci cismin durduğu yeri özümüz üçün məsələn A ilə qeyd edib fərz edək ki 5-dir koordinatı. İkinci cismin durduğu yer fərz edək ki 17-dir. İlk koordinatları hər birinin bunları x0-dan götürsək, bu cisimlər hərəkətə başlamamışdan əvvəl onlar arasındakı məsafə 12 sm olmuşdur. Yəni məsələ əslində ədəd ox üzərində sadə əməllər üzrə işdir. Məsələnin həllinə keçək. Şərtə diqqətlə baxsaq, məsələdə bizdə cismin ikinci saniyənin sonunda görüşdüyü müəyyən olmuşdur, verilmişdir və cisimlər görüşən zaman onların son koordinatları eyni olur. Yəni məkan olaraq onlar cisimlər eyni yerdə olmuş olurlar. Verilənlərə əsasən yerinə x1-in yerinə 20 plus 5t, x2-nin yerinə x0 plus 2t bərabərçiliyini yazsaq, x0'ı təyin etsək, x0 bərabərdir 20 plus 5t minus 2t sadələşdirmə aparsaq 20 plus 3t olar. Yekunda x0 üçün, ikinci cismin x0 üçün indeksini 2 yazaq, sonra məsələni qarışdırmayaq. Belə bir ifadə alırıq. 20 plus 3t. T'ni də bizə 2 verib yerinə qoysaq 2 plus 3 2 20 plus bərabərdir 26-ya. Deməli, ədəd ox üzərində hərəkətə başlamamışdan əvvəl birinci cismin başlanğıc koordinatı 20, ikinci cismin başlanğıc koordinatı isə 26 olmuşdur. 20, birinci cismin durduğu yer, ikinci cismin durduğu yer, olduğu yer 26. Onlar arasındakı məsafə isə 6 metr olaraq B variantıdır. Diqqətli olmaq lazımdır. Çünki məsələ həll olunan zaman 26 cavabını aldıqda D variantında 26 da qeyd olunmuşdur. Səhv olaraq 26 variantını götürmə ehtimalımız var. Buna görə də məsələnin həllini, şərtini diqqətlə oxumaq lazımdır.